Rusiya qanunlarına edilən dəyişikliklər əsasən 2016-cı ilin yanvarından bu ölkəyə səfər edəcək xarici ölkə vətəndaşlarının barmaq izləri götürüləcək. Bu barədə daha ətraflı məlumat əməkdaşımızın təqdimatında. Rusiya Federasiyasının miqrasiya qanunlarında edilən yeniliklərdən sonra 2016-cı ilin yanvar ayından başlayaraq Rusiyanın dövlət sərhəd buraxılış məntəqələrində miqrantların yoxlanması üçün barmaq izlərinin götürülməsi tətbiq olunacaq. Yeni şərtlərin necə tətbiq olunacağı barədə geniş məlumat vermək üçün Moskvada mətbuat konfransı keçirildi. Gələn ilin əvvəlindən başlayaraq Rusiya Federasiyası öz sərhədlərində yerləşən 200-dən artıq nəzarət buraxılış məntəqələrində barmaq izlərini götürən məntəqələr quraşdıracaq. Bu barədə Rusiya Federal Miqrasiya Xidmətlərinin məsul ekspertləri keçirilən mətbuat konfransında xəbər verdilər. Rusiya hökuməti nümayəndələrinin fikirlərinə görə bu yeni qayda ölkə təhlükəsizliyinin təminində aparıcı rol oynayacaq. Həmçinin bu vasitə ilə ölkəyə qeyri-qanuni surətdə daxil olmaq istəyən miqrantların qarşısı alınacaq. Moskva şəhəri Federal Miqrasiya Xidmətinin müşaviri Yuri Moskovski mətbuat konfransında çıxış edərək qeyd etdi ki, son 10 ay ərzində Moskvada 2,5 milyon miqrant qeydə alınıb. Bu miqrantlara nəzarət bizdən onlar haqqında daha da dəqiq məlumat əldə etməyi tələb edir. Yuri Moskovski vurğuladı ki, hökumət artıq bir neçə ildir ki, bu təcrübəni tətbiq etmək üçün hazırlaşırdı. Mətbuat konfransında iştirak edən Aleksandr Kalnin və Dmitri Korçinski kimi miqrasiya üzrə ekspertlər də qeyd etdilər ki, ölkəyə daxil olan miqrantlardan barmaq izlərinin götürülməsi praktikası dünyanın bir çox ölkələrində tətbiq olunur və bu bir yenilik deyil. Təbii ki, barmaq izlərinin tətbiq olunmasının arxasında həmçinin antiterror tərkibli tədbirlər durur. Bu tədbir ölkəmizə girmək istəyən terrorçularla mübarizə etməyə kömək edəcək. Bəzi ölkələrin nümayəndələri Rusiyaya girmək üçün qadağasının olduğunu bilə-bilə, başqa familiyalar, saxta pasportlar və sair vasitələrlə yenidən Rusiyaya girməyə səy edir. Barmaq izlərinin tətbiqi bu negativ halların qarşısını alacaqdır. Amma mənim fikrimə görə bu qaydanı mərhələ-mərhələ tətbiq etmək lazımdır. Şərtsiz qeyd etmək olar ki, barmaq izlərinin götürülməsini sərhəddə tətbiq etsək, Rusiyada daha da təhlükəsiz cəmiyyətin yaranmasına xidmət etmiş olarıq. Xüsusilə son zamanlarda baş verən vəhşi terror hadisələrini nəzərə alaraq, bu çox vacib bir addımdır. Xəyal Müəzzin, Səhər Beynəlxalq Televiziyası, Moskva.